Növbəti pandemiya, müharibələr və s. deyəsən 2026-cı il yaxşı heç nə vəd etmir. Hər vaxtınız xeyir əziz tamaşaçılar, qısa başlığı ilə qarşınızdayım. 2026-cı illə bağlı Fransalı tanınmış astroloq Nostradamusun proqnozları qarşıma çıxdı. Əslində dəhşətli proqnozlardır. Gəlin baxaq görək insanoğlunun 2026-da nə gözləyir. Deməli, Nostradamusun gələn il üçün qeyd etdiyi proqnozunda gündüz vaxtı ildırım çaxacağı və göy üzündən yerə adam düşəcəyi qeyd edilib. Bu ildırım çaxmasının mikrodalğalar olduğu zənn edilir. Bundan başqa yeni pandemiyanın yayılacağı da bildirilib. Deyirəm elə bir bu əssiyə idi, bu da gəlir. Bu dəfə görəsən virusa hansı maraqlı ad fikirləşib yayacaqlar. Nəysə, Nostradamus müharibələrin də olacağını vurğulayıb, bunun isə Avropada siyasi gərginliyin, o cümlədən Rusiya-Ukrayna arasında davam edən müharibə olduğu zənn edilir. Bundan başqa böyük bir arı sürüsü ortaya çıxacaq. Bu isə arıların ekoloji mühitdə yenidən güclənəcəyinə və eşik arılarının geri dönüşü kimi qiymətləndirilir. Kəhanətlər arasında dənizdə böyük bir müharibənin olacağı da yer alıb. Bunun üçün ən iddialı yer isə Çinin cənub sahilləri olacaq. Madrid əsilli bir liderin ox yarası alacağı qeyd edilib. Bu isə İspaniyada daxili toqquşmaların olacağından xəbər verir. Dünya şəhərlərinin birində pis qoxu yayılacaq. Bu İsveçrənin Lozanna şəhəri olacaq. Bu isə küçələrdə çoxalacaq evsiz insanlarla əlaqələndirilir. Nəticədə natəmizlik baş alıb gedəcək. Bax belə izləyicilər, siz nə düşünürsünüz? Bizi 2026-cı ildə nə gözləyir? Ümumiyyətlə, bu cür proqnozlara inanırsınızmı? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada maraqlı xəbərləri qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası isə özünüzdən olun.